Sona xanım 1898-ci ildə Bakı şəhərində dünyaya gəlib. 13 yaşında ikən valideynləri onu Bakı şəhər bələdiyyə idarəsi yanında qız məktəbinə qoyurlar. Bu məktəbi bitirib Müqəddəs Nina məktəbinin Bakı bölməsində təhsilini davam etdirir. Daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alır. Sonra Rusiyada ali təhsil alıb Bakıya dönən tanınmış həkim Əbülfəz Qarayevlə ailə həyatı qurur. Lakin bundan sonra bədii yaradıcılıqla məşğul olmayıb. Həyatını ailə qayğılarına həsr edib. Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli həkim və cərrah Mürsəl Qarayev kimi övladlar böyüdüb. Ondan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul olmursunuz? O belə deyirmiş: xalq üçün, cəmiyyət üçün faydalı övladlar böyütmək yaradıcılıq deyilmi? 2018-ci il sentyabrın 16-sında Azərbaycan Yazıçılar Birliyi Sona xanım Axundova Qarayevaya həsr olunmuş kitabını Qara Qarayevin ev muzeyində təqdim edib. Cəmiyyət üçün, xalq üçün görüləcək hər bir işi yaradıcılıq hesab edən Sona xanım Axundova 1971-ci ildə vəfat edib. Allah rəhmət eləsin.